Ömürdən səhifələr. Qısa tanışlıq. İbrahimov Əfqan Cəliloğlu 10 mart 1954-cü ildə Masallı rayonunun Türküva kəndində anadan olub. Politexnik İnstitutunu bitirib. Müxtəlif tikinti təşkilatlarında mühəndis texnik işləyib. 1980-84-cü illərdə İşgədərə Saxlığında baş mühəndis, Masallı rayon Texnika Birliyində baş mühəndis, rəis müavini, rəis, Respublika Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran regionu üzrə baş mütəxəssis vəzifəsində çalışır. 2004, 2005, 2006-cı illərdə Türküva kənd məscidinin məktəb, sinif otaqlarının təmirinə şəxsi vəsaiti ilə kömək etmişdir. Onun gördüyü nəzib və xeyirxah işlərindən sakinlər də razıdırlar. Əfqan müəllim müsahibə zamanı dedi ki, gələcək işlər çoxdur, davamlı olacaq. Əfqan İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Türküva ərazisi üzrə sədr müavini işləmişdir. Ailəlidir. 2 qızı, 2 oğlu var. Əfqan İbrahimov kənd və rayon tədbirlərində fəal iştirak edir. Masallı rayon Ağsaqqallar Şurasının üzvü, Türküva ərazi üzrə nümayəndəsidir. Ərazi üzrə icmanın sədridir. 2 dəfə Türküva Bələdiyyəsinin üzvü seçilmişdir. 2015-ci ildən 2021-ci ilin iyul ayına kimi Masallı rayon İcra Hakimiyyətinin başçısını Türküva İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. Əfqan müəllim xeyirxah insandır. Biz də Əfqan müəllimi doğum günü münasibəti ilə təbrik edirik. Ən əsası ona can sağlığı arzu edirik. Ərazi nümayəndəsinin müavini Əfqan müəllimlə biz görüşdük bu həyətdə, bu müqəddəs ocaqda. Mən çox istərdim ki, Əfqan müəllim nəinki bu tikinti haqqında, ümumiyyətlə kənddə gedən bütün abadlıq, qurucu işləri barədə bizim hörmətli oxucularımıza, tamaşaçılarımıza gözəl bir məlumat versin. Buyurun Əfqan müəllim, söz sizə verin. Müəllim, siz tez-tez bizim uğurlu inkişafımızı yayındırırsınız. Bu yaxşı bir nümunəvi işdir. Əlbəttə bizim Türkümamızın son 5-10 ildə uğurlu inkişafı olmuşdur. Bu uğurlu inkişafda biz heç olmasa bir 7-8 layihəni icra elətdirmişik. Bugünkü gündə də bizim fəaliyyətimiz göz qabağındadır. Hər bir iş görülürsə, kənd ağsaqqallarına, ziyalılarına biz müraciət edirik. Onların yerli əhəmiyyətli işlər olsa, dövlət tərəfində əlbəttə birinci növbədə mən dövlətimə bir çox minnətdaram ki, bu görülən işlər üçün bizim şərait yaratmışdır. Bu şəraiti əlbəttə bu Rafil müəllimin də, yeni gələn bizim icra hakimiyyəti başçısı da, doğrudan da bu da dövlətdə gedən havalı quruculuğun davamçısı olaraq bu işlərini davam etdirəcəkdir. Mən də bugünkü gündən öz kəndimdən razıyam, dövlətimə minnətdaram. Kəndin xeyriyyə iş, məsələn, Ağsaqqalları, Hacı Rafildir, burada Qiyas kişi var, Hacı Səxavəti mən deyərdim, Hafsi deyərdim, Amiri deyərdim. 4000 metrə qədər gecə işıqları çəkilməsi, salam var burada yenə Cəfərov. Çox sağ olsun, bunlara mən minnətdaram ki, bizim yerli əhəmiyyətli işlərə bizə kömək və dəstəkdirlər. Əlbəttə biz öz növbəmizdə dövlətin nümayəndəsi olaraq bildiririk ki, görülən işlərdə iştirak edib və daha da inkişaf etməyə, uğurla kəndimiz üçün, respublikamız üçün hər şey etməyə biz hazırıq. Mən bu yolda da
dövlətimə minnətdaram, xalqımdan və kənd sakinlərindən də razıyam. Bundan sonra da biz abadlıq qurucu işlərin aparılmasında həmişə dövlətimizə dəstək olacaq. Biz hələ 2013-cü ildə kənd ümumi layihəsi tərəfindən 3 kəndi Türküba, Şaturba, Qədimə kəndindən təqribən 6 kilometrə qədər daxili yerli əmək yolları çınqıllandırmışıq. Əlbəttə biz 2018-ci ildə Şaturba, Türküba, İşgədərə dövlət tərəfindən görülən asfalt, digər məsələn Şaturba məktəbində müasir tibbi məktəbin tikilməsi, işıq belə bir gecə işlər olması bizi abadlıq işinin qurulmasına, daha da xalqın sosial rifah halının yaxşılmasına zövq elədi. Buna görə də bundan sonra da biz mütəmadi olaraq bütün ərazi daxilində olan biz məişət tullantı vaxtında yığıb təhvil verilməsi və eləcə də gələcək planımızda hələ kəndin içməli su probleminin həll olunmasına nail olmağı nəzərdə tutmuşuq. İnşallah buna da biz razı olacaq. Belə bir mən bu tikintilərin də ilə inşa olmağına çox sağ olsun bizim xeyriyyə inşaatçılar və bizim kənd ağsaqqal və ziyalıları. Və bundan sonra da nə olsa dövlət tərəfindən olan kimi bir dəstək və dövlətdən dəstək də gözləyirik. Dövləti də biz həmişə də minnətdar və dəstəkləyirik. Bir də həkim məntəqəmiz var. Həkim bütün səhiyyə və digər təhsil ocaqlarımız var. Belə abadlaşma söyləyir. Bizim təhsil sistemində də Şaturba məktəbi demək olar ki, Respublikamızın ən nümunəvi məktəblərində təhsilin keyfiyyəti də yaxşıdır və Türküba kəndində də təhsilin keyfiyyəti yaxşıdır. Və bundan sonra da biz həmişə çalışmalıyıq ki, yeni nə isə ixtira eləməyə, daha da insanların rifahını yüksəltməyə biz çalışacağıq. Və bundan sonra da vacibimizi bunu edəcəyik. Çox sağ olun Əfqan müəllim. Mən elə bilirəm ki, bu işıqlandırma işi də ki, hansı aylarda bu təsadüf edir, bu çəkiliş? Biz bunu 20 gün ərzində, biz sentyabrın axırların, oktyabr ortalarında bunları çəkmişik. İşıqlama sistemi aparılıb 4000 metr, 2-3 kəndin əlaqəsi. Bundan bu gecə işığından Tüklə kəndi də ərazi, Tüklə ərazisində bəhrələnir, İşgədər ərazisi və Bağmıda var əraziləri. Bundan sonra da biz asfalt qırağı hansı ki burada mühafizə zolağında çınqıl tökməyi davam edəcək. Bu davam olacaq ki, ağırlığın daha da sərbəst sürətdə asan yeriş gedişləri piyada yollarında hamısı biz burada təmir edəcəyik. Əlbəttə biz bir həftə bundan qabaq burada yığıncağımız olub bu barədə kəndin ziyalıları, vaxtsaqqalların bəzi təklif elədiyi planlar arasında bundan sonra da görüləcək işlər planlaşdırılıb. Bu proqram əsasında da bir işimizi quracaq. Mən deyirəm, bütün bu işlərin qurulmasında doğrudan da bizə həmişə dövlət tərəfindən dəstək olub. Ona görə də biz bundan sonra dövlətin bütün proqramları elə də yerli əməkli planları inkişaf etməyə biz hazırıq. Bundan sonra da bunu eləməyə çalışacağıq və işçilərimizi də bu səviyyədə quracaq. Çox sağ olun Əfqan müəllim. Gözəl müsahibəyə görə sizə, bütün kənd sakinlərinə, türkvallara, ağsaqqallarımıza, riyəçi oğullarımıza öz minnətdarlığımızı bildiririk. Allah onlara can sağlığı versin. Sizə də Əfqan müəllim işlərinizdə yeni uğurlar arzulayırıq. Çox sağ olun.